Çiçeği burnunda gelin sette. İlk röportajda Kanal D ailesi olarak bize nasip oldu. Ne kadar güzel bir şey. Hayırlı olsun diyorum. İlk duygularınızı almak da istiyorum tabii. Yani daha önce 20 yıllık kariyerimde evlenip de afiş çekimine geldim. Xəbər verdiyimiz kimi Türkiyədə məşhurlaşan aktrisa Nəsrin Cavadzadə ərə gedib. O Kadir Taner Uçar adlı şəxslə ailə qurub. Aktrisa toydan sonra ilk açıklamasını verib. Kanal D-də yayımlanacaq daha 17 serialında rol alacaq Nəsrin çəkiliş məkanında müsahibə verib. 20 illik karyeramda ərə gedib çəkilişə gəldiyim olmayıb. Çəkiliş saatım 8-də idi. Yalvardım ki, mənə gec saat verin. Duyğularım yenidir, hələ həzm etməmişəm. Bir şey başa düşmədən çəkilişə gəlmişəm. Yəqin jeton sonradan düşər. Sevgi olmasa heç bir şey davam etmir deyə Nəsrin söyləyib.